بسم الله الرحمن الرحیم. سپس خیر olsun. Çok memnun ki təşrif etibsiz. Fiqh Mafih kitabında ki bu gün cələsəyə 13-ın başlayırıq بعد از کرونا. جزوه صفحه 145 خود فیه مافیه حدود صفحه 107 bu cümleden başlanıyor. احوال آدمی همچنان است. اگر جزوه‌miz var صفحه 145 سطر سومه. سطر سوم وسطنده احوال آدمی. متن کوتاه yarım صفحeden azdı. Bir dəfə mətni bir oxuyaq xidmətdə. احوال آدمی همچنان است که پر فرشته را آوردند و بر دم خری بستند تا باشد که آن خر را از پرتو و صحبت فرشته گردد، زیرا که ممکن است که او همرنج فرشته گردد. از خرد پرداشت عیسی، بر فلک پرید. biz پرید deyirik. Amma qədimdə əsasda təşdidi var. Qədimdə təşdidlə deyədilər. Pərrid. Sabiq qəbl az inqilab təşdid. Radyoda danışardı. Əvvəli o da pərrid deyərdi. از خرد پرداشت عیسی بر فلک پرید او. گر خرش را نیم پر بودی نماندی در. و چه عجب است که آدمی شود. او دا بیدی خر شده چه خر آدمی شود. و عجب است که آدم خدا قادر است بر همه چیزها. آخر این طفل که اول میزاید خر بدتر است. بدتر است یا بدتر است. نجاست می کند و به دهان می برد تا بلیسد. مادر او را میزند و منع کند. باری نوعی تمییز هست. وقتی که بول می کند را باز می کند تا بول بر او نچکد، چون آن طفل را که از خر بدتر است آدمی تواند کردن.
را اگر آدمی کند چه عجب، خدا هیچ چیزی عجب نیست. برازان خوبی داره سخن، یعنی چه چیده بی سخنرانی دی یا بی سخنرانی نقطه سورا مطلب درشلی خدا بی جلسان صحبت ده بیون لپ و مقدار. سلام. درباره انسان شناسی، انسان از طریق مولانا مقایسه تشخیص تفاوت دارن بین موجودات عالم و اطلاعات ها مردم یتشی این سلسله اطلاعات دا آن انسان ها بری آسمانی ادیان اطلاعات veri mesela merdum mukayese zamanla ağıllarını işledirler, ilmilerden istifade ederler, tecrübe ederler, bir silsile netice yetişirler در مورد موجودات عالم و انسان. İnsanın از طریق علم اطلاعاتı طولانی olur, çok zaman alır. Məlumdur ki, insanın ömründən nə qəccəsi, nə tarixdə bəşər qədəm və güzəştə است. Tarix roşəndə, bir sözdə yazarlar kitablarda, amma elmi sözdə. Heç kəs ki, afəriniş nə zaman başlanıb, zamanı yoxdur. Qəblə zaman olmur. Bu bəşər gəlib, vurur zamanına bir ki, bilmiyor. Zamanı peydaş insandan xəbərimiz yoxdur. Lakin insan hardan vücuda gəlib, necə vücuda gəlib? Bir sözlər var. سخنان داروین ki insan در اثر تکامل vücuda gəlib. Bir şəbahətləri tapıblar insanla ayrı heyvanatın arasında. Nəzdiklərin heyvani insana şəbihti tapıblar. Növ-i meymunlardılar. Və o meymunları da ayrı bir mövcudlar gəliblər, bir fərz eləyiblər. Sonra o fərzi nəzəriyyə eləyə bilməyiblər. Orha ərz eləmişik bir dəfə nəzəriyyə ilə nəzəriyyənin fərqi var. Fərziyyə bir alemi otuyar, zehnində bir teori verər, bir fərz. Məsələn, gəziyə nə qədəndir? Məsələn, daşa düşür yerə, amma ağaçdan qopur, niyə getmir, niyə gəlir yerə? Bir fərzilər eləyir, bir təsəvvürat eləyir, hədsilər vurur. Bu hədslərlə şəvahid tapsa, hədslərlə şəvahid tapsa, müstənədati tapsa, eləyə bilsə ki, bir miqdar qanunmənd eləyə, sonra o qanunmənd olandan sonra o qanunlardan nəticə ala bilər, o qanunları ayrı də əməl eləsə, bir miqdar nəticə versə, fərziyyə olar nəzəriyyə. Onun üstündə təsmim tutarlar.
Görsələr ki, bu təsmimat müfiddir, idamə verərlər. Bir təsmim ki, 100% müfid olar. Bir miqdar müfid olsa, istifadə elərlər. Və məhsul fərziyyədir. Elmi tərdir. Bəzi nəzəriyyələr var, elə qalır, elm olmayıb. Bəli, bəziləri olub, tətil olub, qılıb bayqanədə çoxlu fərziyyələr. Fərziyyələrdən bir dainin fərziyyəsidir, fərz eləyir. Tapıb sümüklərdən, fossillərdən از طریق مطالعه ساختمان وجود حیوانات به شواهد چی فضلی که انسان sonra bir danışmanlar gəliblər fərziyyəsin qoyublar kənara, amma qəşəng bir təsmim tutublar ki, onlar deyirlər neo-darwinism, darwinism cədid. Burada ki, dəqiqən Darwin deyən deyil, amma Darwinin əsli sözü təkamüldir. Bəşəriyyət در اثر تکامل وجود gəlib. İndi bunda müxalifləri var. Deyirlər bəşəriyyət təkamül yetişib. از نظر cismi یا از نظر روحی و علمی. Hər ikisində nəqzi var. Həm az nəzər var. Həm az nəzər cismi nəqzi var. Elmi tərəflər deyirlər ki, günbəgün bəşəriyyətin elmi çoxalır. Bir uşaqları, bir ittilatları var ki, qədimin danışməndilərində İndi bu internet ilə, aləmə məcazi ilə əsli infizar ittilat bunların nəzərdə tutanda görürlər ki, bəşər nəzər günbəgün pişrəft edir. Bəşər, elmi bu. Bu sözün müxalifi var. Deyirlər ki, müxalifləri iki tərəfdəndir. Bir, alimlərin özlərindən müxalifi var. Bir də ki, aliman dinin tərəfindən müxaliflər var. Bir də müxalifi bu cür ki, deyirlər ki, yer üzündə təməddünləri varmış. Asar var ki, nişan verir bəşəriyyət qədim indidən alim imiş. O zidə ki, tədricən aram-aram cahillər gələrlər, alim. Qədim bətər alimlər varmış. Bunların əsli bu kəşfiyyat edir, kəşfiyyat bastanşinasıdır. Yer altından çıxır, teknoloji pişrəft indi hənuz onların razı-rəmin kəşf eləyə bilmirlər. Bəli. Qərbə bir şəhər var, benam. Əgər internetə dəstəsiz olsa, elə indi istirahət eləyəndə həyətdə burada qədəm vurub oksijenden istifadə eləməyi hələ qənimət bilin, evdə. Yox, bir dəfə əzərat olsa, indi yox ha. İnşallah quşlarımız xamuşdur. Orada o internetdə, məsələn, Google'də yazılır ki, Pompey, fark İngilizcə, xüsusi bir dünya sizə itaat gəlir, bir yerdən çıxır, xaçbər verirlər, Kuhay Vezo, o Kuhay Vezo ki, İtalyadadır. Ora ateş fişan olur, onun xakistəri bir şəhər qulübdür. Kullan şəhər məhv olur. Elə adamlar da ki, o varmış, adamlar o cür mücəssəm olublar, təşvişənin altında, pişiblər, yanıblar, olublar sümükdaş.
onların aşpazxanaların rollə çəksin, onların zincanlıqlarına, nağanaqlarını göstərdik. با عرض معذرت برای موسیقی، برای پزشکی یا برای گمراه کردن این فیلمler های پر filmهای پر da görsənir ki, onlar şəhərin bir qismətində ozu yaşlılar. Dəstəcəmi nə işlər görür. Ki, məsələn, əldə belə fikirlər ki, məsələn, şinasan aləm در اثر تحقیقات bu nəticə çıxır ki, onu filmlər tolid eləsin, nə ki, bitdə mərizlər دیله بابا bu مرضهای روحی و روانینی معلوم ده 5000 ildir, 10 il bundan qabaq bunlar bilirlər və ona dərman eləmişlər. O cür yadsa əcibə şəhərləməsi ki, pis varmış. Ya اینکه قبلا نرمشو لآذربایجان فروتلو من 8 رودی مجسمه او معتقده که اهرام ثلاثه یکی از اجزای بفتگاه کره زمینی انسان‌های پیشرفته دلیپچی تکنولوژیدن برخوردارdılar ki این دو تکنولوژی yoktu. Henüz beşeriyet yetişmedi ve ehtimalش ayrı bir ستاره‌lerden geldiler o mevcudat, o beşer o اهرام mühendisi işte o mühendisiye henüz inançları dəstəslər yoxdur. Henüz bunlardılar ki, dindar dərlər. Amma kitabda bir sözlər var ki, oradan nəzərə bu gəlir ki, پیشرفت varmış. Bəşər sonra pəsrəft edir. Zildə də var. Amma Quranda məxsusən bir ayət ki, qədim əcib mühəndislər varmış, پیشرفتlər varmış, Xavərmiyanədə qovm Ad varmış, qovm Səmud varmış ki, onlar fövqəladə mühəmməvi bir mövcudatmış. از نظر نیروی جسم و از نظر فکری çok قویmişlər ki, teknolojini icad eləsinlər. Quran buyurur ki, kəlmə meşar işlər, şərə, əşr, eləyə bilirsiniz, təcəssüm eləyəsiniz. Meşar işdəhum آنچه که به گوش داده ایم شما نداده ایم 1/10 این آیا از نظر جسمی از نظر روحی و قرآن به آخر اولده متمدنش عاقلش بشریت çoxluş tapışmışlar biləxər hardan. Murur zamanından bəşəriyyət qəhqəh cahil olur, Allah'a cahil olur, həm kafir olur. Əvvəl bəşər müvəhhid, əvvəl bəşər riyazidanmış, təbib imiş, mühəndis imiş və sonra murur دوباره چون zəiflilər ənbiya gəlib bunları təqviyyət eləmə. Bu da dindarların nəzəri. Bu sözləri nəsil arz edəyəm. Bundan xatir edəyəm ki, hən dəqiqən izhar nəzər eləmə olmuş ki, bəşəriyyət gəlib büyünə yetişib. ولی بالاخره indi بود غال تکاملdur. اکثریت عالمان موجود در علوم تجربه دیل در اثر تکامل اما حاموسه خیلی خب یه دو بشر دقیقا bilmiyor
Əlbəttə, mən o da vaxt eləmədim. Şimdi də istəməyəm ki, vaxt eləyəm. Az nəzər fəlsəfi, o fərziyyədə ki, əvvəl fərziyyə olar, sonra nəzəriyyə, filsufların bir sözləri var. Şu fərziyyat bər əsər hədsiyyatdır. Hədsiyyat da fəlsəfədə ilhamatdır, vəhyidir. Bu Əli Sina sərihən kitabında deyər ki, həds, məxsən həds insanı mütəfəkkir və hədsi tamami insanlar. Ənva və əqsamı var, rişisi vəhidədir. Siz şeylər deyirsiniz ki, fikirləşirsiniz, bizdən diqqət edin ha. Diqqət edin, deyirsən, həds vuruyam, qəziyə filan qərardandır. Həds vuruyam, bu fərdi görmüşəm, həds vuruyam, bu isti filan söz deyə, bunun bir miqdar şəvahid birunidən, bu hədsadan vurar. Vəli bir miqdar insana ilham olur. Bu Əli Sina nəzəridir. Elə vəhy olur, necə Musanın nəsinə vəhy olur, Zəmbura vəhy olur, Peyğəmbərlərə vəhy olur, Peyğəmbərlərin vəhyi der səthi alidir. Vəli insan qeyri Peyğəmbərlərin ki, bir miqdar haindir. Vəli mənşəyi qeybidir, hədsin. Yəni, əgər Darwin, əgər Einstein, əgər Newton, əgər Qalilə otuyublar, həds sıvırıblar, fərziyyə tolid ediblər, o fərziyyələrin yetiriblər nəzəriyyata der əsər ilhamat-ı ilahidir, qeybidir. İrfanda da bu bəhs var, Mevlana da bu cür mütəqiddir və fikir eləməyək ki, fəqət Peyğəmbərlərə vəhy olar. Elə namaz qılmayanlara da ki, namaz qılmayan ama mütəfəkkirdir, nübuğu var, şuur ərtərdən bərxordardır, onlara da vəhy olar və elə şairlərə də vəhy olar, elə xud Mevləviyə vəhy olar ki, onların vəhyinin adına ilham deyirlər. Xop da buna da çox dayanmıyor, qallıq işimizdən istəyəm ərziyəm ki, o fərziyyə elə bu havadan tapılmaz. Ki, bir nəfər otuya fərz eləyə, məsələn, atom var. Ki, xod o atom indi hənuz nəzəriyə yetişmir. Elə fərziyyə atomdur. Çünkü yavaş-yavaş da atom gedir kənara, atomu qoyurlar kənara. Dilərsə, atom vücudu xarici nə darad? Ki, bir zaman bətər borobiyası var idi. Ayrı bir fərziyə gəlib ki, nəzəriyə təbdil olub ki, be cayı atom mevzu var. Mevzu icad konandeyi cihandır. Hala, indi Mevlana bizə istəyinə deyə. Mevlana deyir ki, bu bəşər kullən mütəfavitdir ba mevzudat-ı piramon. Mevzudat-ı piramon nə mənədir? Bu dağdır, daşdır. Çünki uzaqdadır, nə dəstəsimiz yetişmiyor, sitarələr hələ qoy qalsın. Amma bu dövrbəmizdəki heyvanat var, ciyahlar var, bicanlar. Məsələn, zahirən bicanlar var. Əlbəttə, gələn həftənin dərsində Mevlana bərayət çənd bizə deyəcək ki, bicani yoxumuzdur aləmdə. Tamam mevcudat alemin canı var. O gələn həftəncisi ki, qəblən də bəhs eləmişim. Amma bu mevcudat buyurur ki, طور کلی انسان متفاوته یا انسان به طور کلی با تمامی موجودات پیرامون متفاوته. Bu موجودات غیر انسان تقریبا تکامل yoktur. Mevlana'nın dediğinde ha. Onların ile tekamülleri, kemalatı cüz'i ve nisbidir. Mesela siz bir pişiye, ite, meymuna bir cüz'i bir talimat verebilirsiniz. Ve cahdan da talimatı gedəyə qabaq birdən bərəks olar. Qeydər əvvələ.
Heyvanata öyrədirlər ki, mesela telefona cevap versin, qapını açsın. Tutiyə bir şeyler öyrədirlər. Ruha bir şeyler öyrətmək olur, itə bir şeyler öyrətmək olur. Amma cahdan bu və heyvanat şirkəti ilə əhl edirlər, bunlar bir şeyler öyrədirlər. Deyir, görürsən, birdən gedi əvvəlinə. Deyir, əl eləyiblər, ram eləyiblər. Cahdan görürsən ki, sahibin yedi. Əslinə. Bu ki, qeydi əslinə, yəni bunda təlimat elə və təsir qoymuyor. Təsir qoyur çox cüz'idir. Təqribən nəzəri qalib budur ki, heyvanat təkamüllu xəlq olub, beyğeyr az insan. Misallar ki, Mevlana vurur, bəyancəri bu mətləbdir. Buyurur ki, ulaq, məsələn ulaq, xassi bir təşxisatı var, xassi bir təmyizatı var. Elə bunun nəhadında, jenində, bunun saxtarı vücudusunda qulub ki, elə deyilə bu əvvəl gündən ki, bu əzəm-əzət misal vurdu da, kitabımızda dedi mən ərz eləyəm. Hatta sabıq elə da maşın əvəzi hamı atı ulağı olardı. Elə görərdilər ulağı, gözlərinin qabağındaydı. Deyir ki, bu ulaq ki, idrar eləyə, iki qıçımızı açır, ta o idrarı bunun qışlarına səpilməsin, daşlanmasın. Elə ömrün axirəncədən bu cür. Elə bir də çoxlu misal vursun, elə quşun balası da məsələn, bilir ki, düşmənin tanıyır, dostun tanıyır. Dastan düzəldiblər ki, bir gün balasına öyrədi ki, sən gördün ki, o ərildi yerə, buzu əldi, tez qaşına. O ehtimal verir ki, əli daş götüyə, vura sənə. O da qeyd edir ki, mamansa, niyə o ki, bəlkə bu daşı özü ilə gətirib, heç ərilmədi yerə. Elə mənə adam görcə uçum da, deyib bərəkən. Sən imtihan edildi, imtihandan çıxdı. Yəni, elə qarqan balası uşaqdan bilir ki, adamdan gərək qaça, bəlkə daşı əlində gətirib, heç ərilməyəcək. Bu kəmalatla xəlq olublar. Ciyahlar da olacaq. Ciyahlar da bir peyvət vururlar, bir təğyirat verirlər. Amma elə və təğyirat olmuyor. İndi bəzi tazamad olub da neçə ildir, gilaslar yığış ki, nə gilasdır, nə albalıdır. Peyvət vururlar. Amma da o hidədən çıxmıyor ki, da biləxərə gilasla albanı peyvət vuranda da o gəlib qarpız qoğun olmuyor. Elə o mayələdə bir şey oluyor. Çox tərəqqi eləmir. Tənəvvüyü məhduddur. Gilasdır, albalıdır binaxinəsən. Cüz'i təğyiratı var. Amma insan bu cürdür, Mevlana bu ki, xeyr. İnsan bu cürdür. İnsan یک موجود دو ساحتی است، دو بعدی است. Dünyaya gələndə hətta o ulaqdan da zəifdir. Misal vurayım. Çünki Mevlana 4 dənə uşaq böyüdü. Bir qızı, 3 dənə də oğlu. Elə evində görüb də bu uşaqlar dünyaya nə cür? Deyir, uşaq görsən ki, uşaqlıqda nəcasətin əl vurur, onu yalır, nənəsə qoymur. Təşxisi yoxdur da. Feylən təşxisi yoxdur. Belə qüvvəsində bir şeylər var. Qüvvəsində qüvvə təşxis var, jenləndə var ki, qüvvənin məfhumudur ki, əgər bu qüvvəni bil-fe'l eləyəsən, bu jenləri fəal eləyəsən, zəminə olar, rüşd elər, pezəşk olar, təbib olar, müştəhid olar. Amma əvvəldə bu deyər ki, zatı zəifdir. Bu, o xərdən də bu deyir, xərtərdir. Amma gəliblər buna bir dənə firiştə qanatı yapışdırıblar, bu dedi, bu öz diliylə.
ta bəlkə firişlərin qanatları bunu uçursun. Firişlərin qanatı yoxdur ha. Sən seylə ərz eləmişik. Quranda deyib ki, firişlələr var 2 qanatlı, 4 qanatlı, 7 qanatlı və o qanatlar qabili təfsirdir, yəni təvan, niru. Çün qol qanat, niru və təvandır. Dəqiqən də bilmiyor firişlə nə mənədir. Müxtəlif nəzərlər var, firişlələri mövcudat-ı başur namər'i, qəvanin başur təbiət və ya از جنس نور bu sözlə deyərlər də belə izhar nəzərهای zənnidir. Çünki Quran özü tərifləməyib, kitab-ı asman təriflə bilmiyor. Elmi də ki, deyər, əsən nə firişdə. ولی مولانا istəyir ki, bu bəşər bir mövcuddur ki, bir tərəfi zəminidir. Bunun kitab-ı asmanı da deyib, bir tərəfi asmanidir. طبیعی و ماوراء طبیعی هیچ موجود جز انسان وجوده فقط insandır ki eləyə bilər firiştə olsun və Mevlana nəzərində firiştədən balatər olsun və eləyə bilər heyvan olsun, heyvandan da payintər olsun. Kitab-ı asmanda da müxtəlif təbirat var, bu bəyanı təqviyyət edir. Orada ki, Allah buyurur ki, biz insanı topraqdan xəlq eləmişik, biz insanı ləccənlə xəlq eləmişik, biz insanı səlsalin şəlfəxxardan xəlq eləmişik, həmə-i məsnundan xəlq eləmişik. Torabdan, tindən, tin, taymaləflə, torab, həmə-i məsnun, həmə-i məsnun, yəni ləccən, səlsalin şəlfəxxar, yəni sofal, yəni zəmini, yəni pəst, yəni bu insan eləyə bilər pəst olsun, pəstdən də pəstər olsun. Amma bunda bir ruh ilahi var, bunda bir ruh mələkuti var, ruh mاورایی var, bir imkanat آسمانی var, imkanat فوق طبیعی var ki, eləyə bilər pərvaz eləsin. Ədəbiyyatda var ki, Quranda yoxdur, kitab-ı asmanda yoxdur. Belə ədəbiyyatda harda modeliplər xurafədir. Bəli, bu xurafatı irfanda bəha veriblər. O tiplə ona razı danışıblar ki, Həzrət İsa ki, bir bod mələkutisi vardı, pərvaz elib ki, asman çaharımda dayanıb. Və ona da qəbul ərz eləmişik, fəlsəfə tolid ediblər ki, niyə orada dayanıb? Çünki bir miqdar vabestəcihay zəmini varmış. Yerdən uçanda, pərvaz edəndə bir miqdar iynəsab varmış bunun həmrahında. Bu iynəsab, yəni təalluqat zəmini vabestəcilə qoymadı. Asman-ı çaharımdan بیشتر جسم مفهوم بوده چی؟ یعنی حتی پیغمبر olasan bir cüzi vabestəcil olsa təkamül kamil yetişməsən. Bunda da Həzrət İsa'dan xamın tapıblar, cahdan Həzrət Musa'dan da xamın tapmazlar. Bəzi sözləri yığıldı olan başına. Az nəzəri kitab-ı asmani peyğəmbərlər bir fövqəladə bir mövcuddurlar. Bu sözlərin çoxu ki, irfanda kitab-ı ədəbidə deyirlər, yaraşmaz peyğəmbərlərə. Amma xub yaraşdıyıblar. Gahdan elə sözdə Həzrət Musa'ya deyərlərdən təəccüb elər. Ki, doğrudan peyğəmbər ulul əzb bu cür səthi payın bir insanmış. Bunlar insanlar fövqələdədirlər. Az nəzər kitab-ı asmanı arz eləyəm. Quran qovsaqçılarına onda ayrı söhbət demək olur. Xülasə, bu insan از نظر مولانا قابلیت کمال الی قرب الله یعنی تا بی‌نهایت زمان یعنی حد یقف yoxdur. Demək olmaz ki, insan bu cür təyi məsir eləyəcək, insan hərəkət eləyəcək, bir yerdə dayanacaq. Dayanma yoxdur. Nə az nəzəri elmi, nə az nəzəri ruhi, nə az nəzəri mənəvi.
ve berəksi də bu cürdür. İstəyək qərayəcədə nə qədər getsə yeri var. Bərabər bunu bir cüzi təcəssüm eləyə bilək. Məsələn, Whiteboardda bir yazaq seyf, riyaziyyat dili ilə desək, bir tərəf rast yazaq B əlavə 1, B əlavə 2, B əlavə 3, B əlavə 4. Budur gedək. İş B əlavə də götürsək, yəni bizim müsbət, ədad müsbət. Bunlar nə qədər ola bilər? Bir yerdə dayanılmaz ki, nə qədər getsən yeri var da. Heç vaxt demək olmaz ki, axirə nədədə yetişdik? Bərəksi də o cürdür. Mənfiyə 1, mənfiyə 2, mənfiyə 3, budur gedək. Çirədə bir yerdə qutulmayacaq. İstilahən deyil, hətta yəqif ندارد, بنبست ندارد. Dilə bəşəriyyətin təkamülü və zidd təkamül, yəni qəhqərası bu cürdür. Allah da ki bir vücudu bir nihayətdir, Allah da ki bir məhdudiyyət təyin eləmə olmaz, hətta yəqifə yoxdur, demək olmaz ki bu mərzdən o tərəfə Allah yoxdur. Vücud biçaran və bir nihayətdir, bənabərin ta Allah'a can və zidd Allah'a can bu bəşərin imkanı hərəkəti var. İndi qəziyyə bu cürdür, bu vaqiyyəti insandır. Pəs, əz nəzər Mevlana vaqiyyəti insan, بیشتر انسانیت انسان مربوط به جنبه متافیزیکی انسان، بیشتر مربوط به ماورای طبیعی انسان. طبیعت انسان ها به جسم انسان ها مربوط değil. Hərçənd ki bu zistşinaslar əcibə kəşfiyyat ediblər vücud insanda. Hala indiki kitablar mədrəsədə uşaqlar çox oxurlar Dəbiristanda, Riştə-i Ulum-i Təcrübədə zistşinasi adında o kitablardan oxusa, adam mat-ı məbhud qalar. Ki onlar əlbəttə bir miqdara yazırlar. Ki tənha uzvi az əzai cismani vücud insanda, məsələn, bir gözün içində, bir nöqtədə, bir, məsələn, pustun bitkəsində əcibə dünyalar var, kəhkəşanlar var, çox peçidədir. Bir nəfər istəsə, qədimi kitablarda, məsələn, bir 60 il bundan qabağın kitablarından, 70 il bundan qabaq 60-70 il bir kitab var, bir amma Raz-ı Afəriniş İnsan, nevisəndəsi Percy Morrison'dir. Mən özüm ki mühəssirdim, həm zistşinasi kitabları oxuyardım, həm bu kitab oxuyardım, görərdim ki, o bu zistşinasiyə Dəbiristandan qəvitərdir. Təbrizdə bir qədimi bir ustad zistşinası vardı, biləm Ağay Rəistana. İndi bir qocalıb, çox bir mən o Ağay Rəistani ilə bir gün danışıyorduk, ikimiz bir yerdə dəstəydik. O çox müsinliydi, o bizdən çox böyükdür. Ondan, məsələn, zistşinası ustad idi. Dedim, dedi ki, bəli, bu kitabı mən də oxumuşam, çox fövqüladə bir kitabdır. Nəinki o məzhəbi bir fərdlərdir, təqribən qeyri-məzhəbidir, mino-materialistdir Ayrəstana, deyir ki, heyf ki, o nigah məzhəblə baxıb. Kulli ulum-i təzə nigah, çox calibdir, onun bir oxusa, əcibə dəstgahlar, əcibə, məsələn, dəstgahı gərdəşi xunadan mütaliəliyə özü bir dünyadır. Dəstgahı tənəffüsü mütaliəliyə bir dünyadır. Bu ayağına pezeşkilər, vaqan bu zəminədə oxurlar, bir dünyayı az ittilaat var bu kitablarda. Çox calib. Vəli Mevlana heç bunlara əhəmiyyət vermir. Deyir, bu cəhanəهای پیچیده، جهانهای اعصاب، جهانهای کالبد جسمانی در مقابل جهانهای ناپیدای وجود انسان bir rəqəmdə ki, mühim odur.
o sahiye bir nefer vardı olsa bilir ki ne azametler var vücud insanda. Xo'p, hedefi bu sözlerden nelerdi? Hedefi bu sözlerde bunların takip eli mesnevide. Fihi mafihde, xo'p, bu miqdar diyecesi mesnevide bunlar takip eli. Diye بخش insanda bu imkanı kemalat var. Seyliye insan özün kemala yetirsin ve az cümle ulumi ki ya yeki az behterin ulumi ki insanı bu mesilde eleyebilir, seyir versin, kemalat yetirsin, ilmi irfandı, seyru suluştu. Məxsusən irfan-ı əməli, irfan-ı nəzəri bin o fəlsəfədir, نوعی بینشti, izhar nəzərdir, təhlildir. Elə bu sözlər ki dedik, bunlar irfan-ı nəzəridir. Buradan buraya keçir irfan-ı əməliyə ki, neyiniyor? Bəlkə bu kəmalat cümbəcün bişdə təft olur. Xo'p, icazənizlə bir dəfə də mətn oxuyaq. Bir də dostlarımız da ki, təxirlə gəldilər. Bu da büyünün dərsi. Buyuruyor ki evvelden ahval ademi onlar kitap buyuplar tapsınlar bir adres ya cüzvemizde sayfa 35 satr sevom her kimin fihi mafi kitap var takriben sayfa 107'de buyuruyor ki ahval ademi همچنان است توی پرانتز چه توضیح میده بیست آدم من size توضیح verem احوال آدمine گزارش eliyem bu چی همچنان است که دارم میگم که پر فرشته را آوردند بر دم خری بستند yani insan elə bir ulaq kimi bir şeydir ulaqdır və aşağıda deyəcək ulaqdan dəstçikdir amma buna bir firiştə qanatı bağlayıblar. Elə uçsun, pərvaz eləsin, ta civarı qurb elə. Ta başət. Niyə bu işi görüblər? Afəriniş niyə pəri firiştəni? Yəni ruh pəri firiştəndə mən ruh mavəra o təbiini niyə yapışdırıblar bura? تا باشد که آن خر را از پرتو و صحبت فرشته گردد تا bu فرشtenin qanatı ki bu insandadır o təsir qoyar insan da فرشته olur Qəblə ərz eləmişik, yadımdan çıxdı qəblənin ki, mətn oxuyaq bunu da işarə eləyəm. Da indi icazə və bu da indi işarə eləyəm. Bir bəhsi var, bu kısda bəhs eləmişik. Ki, aya insan bərtərəst ya فرشته مولانا معتقد ki, insanهای متکامل, نه hər insan. Hitler, Saddam, Şimri yox. İnsanهای bərtər, فرشتələrdən bərtərdir. Məsələn, ənbiya bərtərdir. Vəli bəzi filsuflar, bəzi ariflər mütəqiddirlər ki, insan hər nə qədər kəmalata yetişsə, firiştəyə çıxmaz. Onların özlərinin dəlaili var, bunların özlərinin dəlaili var və mən vardı, bu bəhs olmayan. Xülasə burada Mevlana'nın deyir ki, firiştə çox bir mühüm mövzuddur. İnsan da bərən ki, firiştə olsun, ona o pərə firiştəni bağlayıblar, sancaqlayıblar. İndi gələn televizyonlarda bir adamlar göstərdilər ki, daldan qanat bağlayıblar. Bəzi mövqə bu hünərpişlərlərin qanatı olur, firiştələr kimi uçurlar. Ya bəzi mövqə əruslara bu cür, ərusu inciyəndə bir qanatlar da bağlar ki, firiştədir də o bərus. Muntaha bu firiştəli hardan gələcək? Az pərtov və sohbət firiştə. Bu çox mühümdür. Firiştənin təsiratından, firiştənin söhbətindən insan da firiştə olar. Zira ki, mümkün است ki, o həmrəng firiştə gərdəd. Ehtimalı var ki, həmrəng firiştə olar. Lazım است تعلیم و تربیت و
ده şərtidir. Buyurur ki, indi firiştəni kiləsimizdə ki, əql, yadınız dostlar, ənvay mavcudat, keçən ki, dərsdən qabaq. Qabaq xatir mübarəkiz dostlar, Mevlana təbəqat aləmə razı ki, söhbət idi ki, bir təbləşdirmədilər o sözləri. Məhz xatir olur ərz eləyən, bu ki, firiştələr, mələklər az cinsi aləmi cəbərut, aləmi əqlidəndir. Firiştə aləmi əqlidəndir, nəticə aldı. Yəni bizdə ki, bu firiştədir bizim vücudumuzda. Mən daim kilasayı təfsir Quranda deyərəm ki, Allah insanı peyğəmbər ilə hidayət elər, bir peyğəmbər ona biruni ki, ənbiyadır. Bir də peyğəmbər əql, peyğəmbər vicdan, peyğəmbər fitrət, bu üç peyğəmbər dəruni, peyğəmbəruni ki, ənbiyadır, kitabhay asmanidir. Ki, Mevlana muhtəqiddir, o peyğəmbərani dəruni firiştədir. Firiştədir. Buyurur ki, az xərəd daştisa, İsa'nın pərləri xərədidir, əqlidir ki, həman cəbərutdur, həman mələkutdur. Fələk pərridi o, uçdu getdi fələkə. Həzrəti İsa bu bədəni, xakini, hiç tapırdı asmanı çağırma, o qanatları ilə. خرش را نیم پر بودی نماندی در خری اما حضرت عیسی نبخ اولاغا minerdona دی اولاغا da bu per firişteden bir balaca bir şey yapıştıysaydın o da uçardı ama xər İsa ile zemini kaldı veli İsa be xatir vücudu be per asman o qarید و چه عجب است که خر آدمی شود از لدم او بی خر یزازجو خر یادتان سکورده البته مولانا دیمی چه عجب دید چه عجب خر آدمی شود siz niye تعجب edirsiniz ki خر آدم ola تعجب eləmiyor eləyə bilər adəm ola və xər eləyə bilər firiştə də ola. O pər yapışdıysa ola. Amma heç vaxt xərə o pər yapışdıyımla elə xəriyyətində qalır. برای اینکه هیچ خدا قادر است الله eləyə bilər də elə bu pəri xərə də ولی مصلحت ایجاب eləməyib. خدا قادر است بر همه چیزها. bunlar tərcüməti Qur'andır. İnnəllaha əla kulli şeyin qədirun. Ayə Quran. Axir indi bir buna misal vurur bu sözünə. Bu ki insan Allah qadirdir hər şeyə, hətta dəsə xəri də firiştə eləyə bilər. Amma təsvim tutmayıb xər firiştə olsun. İndi misal. این طفل که اول میزاید اول یعنی زاده می شود یک قدم کره زمینه از خر بدتر است insanın tefli terdi yani heyvan terdi. Sen niye bu söz diysen? Be delili دست در نجاست می کند uşaq و به دهان می برد بلیسد. İndi mamandan koymuyor ha vəli qədim elə uşaq axta indi bu can bəbələ yox idi nə bu da yox qədim o bələhdə 2 dəfə 3 dəfə çağırdılar uşaq heyvanı bələhdə bağladılar gedədilər işlədilər açardılar biçara nənə gedib məsələn apardı o əskilər nə müsibətdə hətta mən özüm izdivac eləmişdim, bizim uşağımız olmuş, bu puşaçlardan yox idi. Və bu əxirə, hələ bizim zamanımızda lura çeşəm var idi. Qədimdən nələr buraları hövzü sındırardılar, su tapılmazdı, gedərlər hardan su gətirdilər, ola nə eşqinə, yuxuda sabun tapılmazdı. Həsibə bir şeylərlə, nə zəhmətlərlə böyüdüblər insanları.
حیث بیسه uşaq da fürsətdən istifadə edib, mümkündür əli vur, apara kundanın içine mesela. مادر او را میزند و منع میکند. دیگه تشخیصی yoktur, bilmiyor bu neciste. Ama ulağa bak bir خر را bari temiz هست. O ulaq ki dünyaya gələcək əhl təmiz و təşxisdir. Heç vaxt خر ötədən əl vurmur. وقتی که بول میکند پاهای را با تا بول برو نچکد. خرده bu qədər təşxis var. Elə uşağında da, böyüyündə də. چون آن طفل را که از خر بتر است deyildi. Allah'ın kudretine diye bak. Bu uşaq ki xərdən xərtərdir, Hak Teala آدمی تواند کردن الیبلی بر خردن بدترین به مقام اسمت و طهارت دیدیم پیغمبر olsun فرشته olsun خرد آدمی کند چه عجب دی تعجب eləmir Allah beraber mən ki دیدیم الیبله ulağı Allah الیبله پیش خدا هیچ چیز عجیب نیست بقیه‌اسی قالی چرا هفتیه در قیامت همه اعضای آدمی یک صدا ایشان چرا هفته خب yoruldunuz ve işlersiniz. Düğüne de bunu تنفس edin. Teşekkür ederim. Mesleğini okuyor.